Hər kəs süni intellektin Minimax H3 modelindən danışarkən, LTX elə bir cavab zərbəsi vurdu ki, bütün video montajçılar şokdadır. Qarşılayın, LTX 2.5 tamamilə açıq mənbəli və dəhşətli dərəcədə sürətli yeni video və audio modeli. Bəs niyə hamı bundan danışır? Əsas məsələ, bunu öz kompüterində işlədə bilməyindir. Minimum 16 GB VRAM tələb edir. İkincisi, inqilabi multishot xüsusiyyəti. Yəni ardıcıl kadrlar yaradanda xarakterin üzü əyilmir. İşıq və səs eyni qalır. Üstəlik 4K HDR və RAW dəstəyi ilə videonu birbaşa rəng korreksiyasına ata bilərsən. API qiymətləri isə Full HD üçün saniyəsinə cəmi 25 qəpik civarındadır. Redditdə LTX-i H3 ilə müqayisə edib bir-birinə giriblər. Bəziləri rəqəmlərin şişirdildiyini deyir. Amma reallıq odur ki, süni intellekt kinosu artıq evimizə gəlib. Bəs sən öz AI filmini yaratmağa hazırsan? Fikirlərini rəylərdə yaz və Techfall.az linkdən sına.